İrəvan Rusiyaya qarşı addım atmamaq vədini pozub. APA'nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bugünkü brifinqdə bildirib. Rusiya Xarici İşlər Nazirliyi sözçüsü qeyd edib ki, Ermənistan hakimiyyətinin hazırki xarici siyasət kursu gec-tez Ermənistanın Brüsselin Rusiya əleyhinə mövqeyində dönməz iştirakına gətirib çıxaracaq. Zaxarovanın sözlərinə görə, Ermənistan-Avropa İttifaqı samitinin bəyannaməsi göstərir ki, Ermənistan hakimiyyətinin razılığı ilə Respublika aqressiv Avro-Atlantik mexanizmlərinə cəlb olunur. Xarici İşlər Nazirliyi rəsmisi İrəvana vəd edilən 2,5 milyard avroluq investisiyalardan da danışıb. Avropa İttifaqı bu rəqəmi 2021-ci ildən bəri ermənilərə satır. 5 il keçib. Pul hardadır? Vəsaitlər hələ də Ermənistana çatmayıb. Rusiya Xarici İşlər Nazirliyi sözçüsü Avropa İttifaqının Ermənistanda atom elektrik stansiyasının bağlanmasına verdiyi dəstəyi də tənqid edib. Fransada atom elektrik stansiyalarını bağlamırlar. Almaniyada isə artıq nüvə enerjisindən imtinanı fəlakətli səhv adlandırırlar. Amma Ermənistana isə özünü enerji istehsal etmək qabiliyyətindən məhrum etdiyinə görə sevinmək təklif edirlər.